Noyabr ayına olan hava proqnozunu təqdim edirik. Milli Hidrometeorologiya Xidmətindən doğru xəbər Azərbaycana bildirilib ki, noyabrda ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı inir. Bu il noyabr ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacaq. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan çox olacaq. Birinci 10 günlüyün ilk günlərdə ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. İndi isə daha ətraflı. Bakıda və Abşeronda havanın orta aylıq temperaturu 10-12 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 5-10 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın orta aylıq temperaturu 6-9 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 2-7 dərəcə, bəzi günlərdə 0 dərəcəyə qədər isti, gündüzlər 10-15 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın gözlənilir. Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, eləcə də Daşkəsən, Gədəbəydə havanın orta aylıq temperaturu 4-7 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Şərqi Zəngəzurda, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda orta aylıq temperatur 4-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-6 dərəcə, bəzi günlərdə 4 dərəcəyə qədər isti və şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq. Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceylançöl, Tərtər və Füzulidə havanın orta aylıq temperaturu 8-11 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 3-8 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyə qədər isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda orta aylıq temperatur 5-9 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyə qədər şaxta gözlənilir. Yağıntıların miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacaq. Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperatur 9-12 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 4-9 dərəcə, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 23 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox gözlənilir. Nəhayət, Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabadda orta aylıq temperatur 8-12 dərəcə isti, bu da iqlim norması daxilində deməkdir. Gecələr temperatur 6-11 dərəcə, gündüzlər 13-18, bəzi günlərdə 22 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacaq. Noyabr ayı xoş gəlir, səfa gətirir. Arzu edirik ki, bu ay hər kəsin həyatında sağlam qalsın.